Həzrət Əli əleyhissalam bir həqiqətdir, tərəzidir qiyamətdə. Ərafda Həzrət Əlinin işi var. Həzrət Əli orada bir həqiqətdir ki, o əzəmətli dünyanın ayrılmaz bir hissəsidir Həzrət Əli. Çünki yaradılışın da ilkidir Həzrət Əli. Peyğəmbər buyurur ki, ilk yaradılan şey mənim nurumdur. Biz əhl-i beytik. Sonra Peyğəmbər deyir ki, Əli və mən bir həqiqətik. Peyğəmbər buyurur ki, əgər Əlidən danışsam, Allahlaşdıracaqsınız. Olduğu kimi danışa bilmərəm. İlahlaşdıracaqsınız Əlini. Sonra dedi ki, ey Əli, Allah və məndən başqa heç kəs səni tanıya bilməz. O bir dəryadır, o bir eşqdir. Gör xarici barəsində eşitdiklərimiz belədirsə, gör özü nədir? Gör özü nədir? Nə dəryadır? Həzrət Əli bir həqiqətdir ki, o həqiqəti anlayan bir şeyimiz var. Bizim içimizdə bir ruh var, bizim içimizdə bir qəlb var ki, o qəlb həqiqətləri görə bilir. Həzrət Əli bir həqiqətdir. Varlıq aləminin həqiqətidir Əli. Sadurul əvvəldir. Allahdan sonra daha əzəmətli varlıqdır Peyğəmbər və Əli. Deyir ki, mən Allahın elmiyəm. Sonra deyir ki, mən Allahın xəbərdar qəlbiyəm. Mən Allahın danışan diliyəm. Mən Allahın görən gözüyəm. Mən Allahın vuran əliyəm. Bir ərəbcədə mən yadullaham, mən eynullaham, mən vəchullaham. Sonra deyir ki, mən Allahın möhkəm ipiyəm. Urvətul vüsqayam mən. Mənəm Allahın böyük nişanəsi. Ayatullahül əkbər mənəm və mənəm Allahın böyük xəbəri.